Hər kəsə salam. YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Səhər tezdən işə gedirəm. Marketə getmişdim. Getdim, özümə lazım olan şeylər var idi. Onları aldım və işə doğru gedirəm. Həm də ki, bugün işdə kafedramızı bəzəyəcəm. Onun üçün də bundan öncəki gün alış-veriş etmişdim. 40 manat həcmində bir alış-veriş etmişəm. Yeni il alış-veriş etmişəm. Gedirəm kafedranı bəzəməyə. Bizim kafedrada bəzək, düzək, dekor işlərinə adətən mən baxıram qızlar. Yəni ki, bəzək işi deyən kimi hamı çönüb mənə baxır, belə deyək. Mən də bilirsiniz ki, bu işlərdən xüsusi zövq alıram. Yəni hara olur olsun, evim, başqa yer fərq etməz. Bu işləri sevirəm deyə sevə-sevə də eləyirəm. Gəldim, çıxdım kafedraya. Son zamanlar qızlar səhər yemək yeyə bilmirəm. Evdən çıxanda yalnız bir stəkan su içib çıxıram. Artıq əvvəlki kimi deyil, rejimimiz təmiz dəyişibdir. Yəni Uğurun məktəbinə görə də, yəni Mərdəkandan şəhərə məktəbə gəldiyimizə görə biraz da tez, yəni erkəndən qalxıram. Yəni tez durduğuma görə iştahım olmur. Ona görə də elə ac gəlmişdim. Yeməyimi yedim və daha sonra e-maili falan yoxladım. Gördüm elə bir iş yoxdur və alış-verişimi dedim birinci çəkim, sonra da keçim bəzək işlərinə. Deməli bir dənə budaq almışam qızlar. Sonra işıq aldım, belə bantiklər aldım. Həm balaca, həm böyük. Muncuq almışam. Bunlar isə bandikdən 2 dənə almışdım, balaca bandikdən. Bunlar isə pəncərəyə yapışdırmaq üçün qardənəcikləridir. İndi keçəcəm yavaş-yavaş iş yoldaşımın da köməkliyi ilə buraları düzəltməyə. Bizdə belə bir iclas masası var qızlar. Onun ortasında yer var. Ora daimi olaraq gül qoyuruq. O gülü götürdük və bu budağı qoydum. Açığı, yəni belə deyək də, büdcəmiz dar çərçivədə idi deyə tam belə istədiyim kimi alış-veriş edə bilmədim. Yəni yaxşı olardı ki, bu budaqdan 2 dənə olsun. Amma üzərinə oyuncaqları falan vuranda, nə bilim, daha sonra işıqları qoyanda sanki elə bil daha yaxşı görsəndi. Onu bəzədim. Daha sonra belə rəflərimiz var. Onların da ucuna bu bantikləri bağladım. Bunların hamısını iş yoldaşımın köməkliyi ilə elədim qızlar. Bu budaq da üstdən baxanda biraz belə boş kimi görsənir. Amma belə oturanda, ümumi belə baxanda elə də çox boş görünmür. Amma yaxşı olardı ki, budaqdan 2 dənə olsun, bir-birinə doluyub. Daha sonra yəni tam belə dolmuş kimi görsənərdi də, dolu-dolu görsənərdi. Amma yenə də düşünürəm ki, yaxşı alındı. Yəni bu il yolka qurmadıq. Elə dedik ki, bu cürnə olsun. Bu qardənəciklərini də yapışdırdıq pəncərəyə. Bir də keçən ildən belə bir elə hazır qurulmuş bu formada bir yolka var. Onu da qoydum qızlar. Daha sonra biraz işlərə baxdım. Dərsim də var idi. Açığı günortadan sonra vloqu davam eləmək yadımdan çıxdı qızlar. Çünki dərsim oldu, semestrin də sonudur. Yəni tələbələrlə ciddi işləmək lazımdır. Həm ümumi proqramı, həm də ki, imtahana hazırlıq kimi, belə deyək də, təkrarlar eləyirik. İşim çox olur. Biraz onlara material falan hazırlayanda artıq vloq çəkməyi unutdum. Evə gedəndə yadıma düşdü ki, bəs mən bugün vloq başlamışdım və vloqu sona qədər eləmək istəyirdim. Yəni evdə də çəkilişlərim olacaqdı. Yəni işdən də evə gedəndə onsuz da elə çox işim olmur qızlar. Ancaq maksimum qab-qaşıq yuyuram, uşaqların dərsi ilə məşğul oluram, bir də pal-paltar işi ilə məşğul oluram. Növbəti gün qızlar həftənin şənbə günü idi və mən bacımgilə gəlmişəm. Hal-hazırda onun evindən çəkiliş eləyirəm. Artıq bacım da yolkasını qurubdu. Dedim onu çəkim sizə göstərim. Bacımın yolkası tamamilə fərqlidir. O çəhrayı rəng tonlara üstünlük verib.
Yolkası da ümumiyyətlə çox gözəldir. Yəni bizim yolkadan qat-qat qəşəngdir. Mən də istəyirəm ki, bu cür nə belə iynələri olan budaqlı, yəni yolkalardan alım. İnşallah qismət olsa gələn il mən də dəyişəcəm. Bu formada olanlardan alacağam. Bacımın da dekoru bu şəkildədir. Yəni çəhrayı tonlarda düşünürəm ki, çox yaxşı görsənir, qəşəng görsənir. Bura gəlməyimin bir səbəbi də təəssüf ki, anam yıxılıb və qolu qırılıbdır. Hal-hazırda ordadır və bacım həftənin şənbə günləri işlədiyi üçün mən gedirəm, həm uşağa baxıram, həm də ki, yəni anama kömək oluram. Onsuz da yəni qolu qırılıb deyə belə deyim də iş görə bilmir. Ona görə də yəni uşağa mütləq baxan lazımdır da. Həftə içi uşaq bağçada olur, rahat olur, amma həftə sonu artıq mütləq kömək lazım olur. Mən də demək olar ki, 3 həftədir ard-arda 6-cı gün orada oluram. Günorta yeməyi falan hazırlayıram uşaqlara. Bugün də toyuq və tərəvəz hazırlayacağam qızlar. Belə bu formada marinad elədim. Ədviyyatlarla, mayonez, liço. Əlimə nə keçdi onları vurdum. Mən ümumiyyətlə qızlara yemək bişirəndə demək olar ki, resept üzrə eləmirəm. Şirniyyatları resept üzrə eləməyə çalışıram, amma yeməkləri elə eləmirəm. Yəni bəzən yeməyə elə qida vururam ki, məsəl üçün heç əslində reseptdə o yoxdur da, vurmamaq da olar, amma mən biraz qatıb qarışdırmağı sevirəm. Biraz da sulu yemək bişirdim uşağa görə. Bacımın oğlu yəni şorbaları çox sevir. Ona da bir balaca qazan sulu yemək bişirdim və keçdim qabları yumağa. Bundan öncəki günü biraz gec yatmışdım. Belə biraz başımda ağrı var idi. Əslində istəyirdim biraz da şirniyyat eləyim, peçeniya bişirim, amma onu artıq eləyə bilmədim qızlar. Həm də ki, sobaya artıq toyuğu qoydum. Birinci aşağı dərəcədə, daha sonra yuxarı dərəcədə. Yəni biraz bişməyi, açığı biraz uzun çəkdim. Çatdıra da bilməzdim. Evdə çörək yox idi, bəzi şeylər yox idi. Düşdüm aşağı uşaqlarla bir yerdə. Marketə gedirik qızlar. Bacımgildən çox sevdiyim xüsusiyyət nədir? Marketin binanın altında olmağıdır. Yəni biz bilirsiniz ki, şəhərdən kənarda yaşayırıq. Ətrafımızda yaxşı market yoxdur. Belə yüngülvari dükanlar var, amma orada da hər istədiyini tapa bilmirsən. Bacımgil amma yəni elə yerdə yaşayırlar ki, hər şey əllərinin altındadır. Düz elə demək olar ki, balkonun altı marketdir. Gəldik, çörək aldıq, yüngülvari alış-veriş elədik. Evdə bəzi əksikliklər var idi. Onları aldım. Uşaqlar da biraz özləri üçün abur-cubur deyək də onları götürdülər. Uşaqlarla bir yerdə gəlirəm, yəni onları evdə qoymuram, çünki bacım oğlu da darıxır, oynamağa adam axtarır. Ona görə elə səhər yoldaşım gətirir, bizi qoyur bura, özü isə işə gedir. Biz də demək olar ki, axşama qədər burada oluruq. Bacım işə gələndən sonra artıq mən qayıdıram. Deyirəm, ümumiyyətlə, uşaqla marketə getməyəsən. Ümumiyyətlə, uşaqla çölə çıxdın, cibində pul qalmır. Sizlərdə necədir bilmirəm. Bizdə şəxsən elədir. Ay acdım, ay susadım. İstər-istəməz məsəl üçün bir parka gedirsən, nə qədər də olmasa 5 manat da, 10 manat da olsa xərcin çıxır. Bir market görürlər, marketə girmək istəyirlər. Açığı deyim, mən qızlar uşaqlara qarşı bu baxımdan çox həssasam. Məsəl üçün uşaq nəsə istəyəndə, əgər yəni maddi bir şey istəyəndə, yəni onu nəzərdə tuturam. Onu eləyə bilməyəndə həqiqətən özümü çox pis hiss eləyirəm.
Ona görə uşaqlarla çıxanda həmişə istəyirəm ki, yanımda pul olsun ki, onların da istəklərini həyata keçirə bilim. Təbii ki, uşaqlarım şükür Allaha, yəni qədərlərini bilən uşaqlardılar. Yəni məni heç bu baxımdan belə deyim də əziyyətə salmayıblar. Amma sadəcə olaraq mən özüm xaraktercə özümü çox narahat hiss eləyirəm. Ona görə yəni uşaqlarla çıxanda çalışıram ki, mütləq yəni pulum olsun ki, onların gördüklərini ala bilim. Yəni eləyə bilməyəndə özümü dediyim kimi pis hiss eləyirəm. Nəysə gəldik, qalxdıq yuxarı. Artıq yemək də hazır olmuşdu. Çox qəşəng, çox həll pişmişdi. Özümü tərifləmək kimi olmasın. Bu arada göz haqqınızı da halal eləyin. Uşaqlar da bilirsiniz ki, soba yeməklərini sevirlər. Uşaqlar da qəşəng doyunca yedilər və günorta qablarını açığı deyim, qızlar əlimdə yuya bilmədim. Dediyim kimi biraz başımda ağrı var idi. Elə qabları qoydum maşına. Özümə isə bir stəkan çay süzüb gəldim, yolkanın yanında oturdum, çay içdim. Sonra da qayıtdıq evə qızlar. Sizə belə yüngülvari yeni il alış-verişimi göstərmək istəyirəm. Bu alış-veriş sırf uşaqların otağı üçündür. Onlara balaca bir yolka almışam. Bir də bəzi aksesuarları almışam. Belə bir aksesuar almışam. 3 manata idi. 1 manatlıq dükandan almışam, amma qiyməti 3 manatdır. Artıq demək olar ki, o dükanlarda 1 manata heç nə qalmayıb. Sonra belə bir muncuq dəstə aldım. Yeni ilə uyğun. Bizdə Mehrin xoşlayır qolbaq falan düzəltməyi. Onu düzəldəcək. Sonra Uğur özünə bir çubuq almışdı. Sonra belə bir yeni il temasına uyğun karandaş falan belə dəst almışam. 2 dənə hərəsinin yazı masasının üstünə qələm qabı aldım. Bunların da qiyməti 1 manat 50 qəpiyə idi. Bu alış-verişin hamısını Qarayevdə Miray Cehizlik və 1 manat shop deyilən bir mağaza var. Oradan almışam. Sonra yolka oyuncaqları almışdım. Belə bir təqvim almışam qızlar. Çox şirindir, çox qəşəng görsənir. Sonra bunlar isə yeni ilə uyğun stəkanlardır. Uşaqların yeni ilə uyğun stəkanları var idi, amma təəssüf ki, Uğurunki qırıldı. Mehrin hələ istifadə eləyir, amma 3 ildir də, yəni almışam. Bunları da gördüm, xoşuma gəldi. Bundan qiyməti səhv eləmirəmsə 2 manata idi. Sonra belə bir işıq aldım, rəngarəng işıq almışam 2 manata. Sonra belə bir şaxta baba aldıq. Əslində bu yolkaya asmaq üçündür, amma mən elə istifadə etməyəcəm. Aksesuar kimi yolkanın kənarında istifadə eləyəcəm. Onun da qiyməti 3 manat idi. Sonra belə bir işıqlar almışam. Elə bunlar belə deyim də həm yolka oyuncağı kimi gedir, həm də ki işıq kimi gedir. Xoşuma gəldi, aldım, amma sonra fikirləşə qaldım ki, dekorda hara asacam, necə eləyəcəm. Çünki yolkada balacadır gördüyünüz kimi. Amma bəyəndim, bəyənərək aldım. Hərəsini 1 manat 50 qəpiyə almışam qızlar. 3 cürə də yanma üsulu var. Daha sonra 2 dənə belə şaxta baba üçün məktub yazmağa belə açıqca aldım. Mehrin hələ yazmağı bacarmır. Uğur inşallah onun yerinə yazacaq. Hər il yazırlar. Bunlar da 1 manata idi. Bunları isə Qarayevdə Bookshop mağaza var. Oradan əldə eləmişəm. Orada həmişə belə maraqlı yəni şeylər olur. Gedəndə mütləq uşaqlarla orada baş çəkirik. Sonra belə 1 manat 10 qəpikdən bu formada yeni ilə uyğun qələmlər aldım. Sonra qar aldım. Uğur bunu çox sevir, hədsiz sevir. 2 dənə almışıq qardan. Bir də 1 manat 50 qəpiyə belə bir aksesuar aldım. Bu da əslində yolka üçündür, amma mən qapının tutacağını asacağım. Bunu isə Mehrinə almışam. Səhv eləmirəmsə qiyməti 3 manat idi. Yeni ilə uyğun möhürdür. Maraqlı bir şey idi. Düşündüm ki, Mehrinin də xoşuna gələr.
Onu almışam. Bir də 2 ədəd belə hədiyyə paketi aldım. Bunu iş yoldaşlarıma hədiyyə verəcəm və yəni o hədiyyələri qoyub verəcəm. Onun üçün almışam. Hədiyyələrini də almışam, amma göstərmək istəmirəm, çünki vloqlarıma baxırlar. Bir də belə hədiyyə paketləri aldım. Yəni yeni ilə demək olar ki, artıq hazırıq. Evi də bilirsiniz ki, bəzəmişəm. İnşallah bu il hər birimiz üçün, hamımız üçün xeyirli, uğurlu, düşərli illərdən olar.